Mən Şəhid Zamanov Vüqarın anası Lətifə Zamanova. Bugünkü saytlərdə paylaşılan paylaşıma görə baxmışam. Yəni ki, mənim oğlumun haqqında deyilən sözlərin hamısı yalandır. Yəni ki, o mənim gəlib oğlumu təhqir edibdi. Özü də öz ayağı ilə gəlib mənim qapıma səhər 6-cı gün tezdən 8-ə 20 dəqiqə qalmış gəlib mənim qapıma məndən üzr istəyib. Mən soruşmuşam ki, nə üzrüdür bu deməyibdir. Sonra mən 2-3 dəfə çevirəndən sonra əlimdən öpüb, ayağımdan öpüb, bana deyir ki, çox içkili olmuşam, axşam gəlib, 5-ci gün axşam, gəlib mən sənin Zamanov Vüqarın şəhidinin plakatının qarşısında durub, nə layiq sözlər demişəm, özümdən asılı olmayaraq. İndi ona görə gəlmişəm səndən üzr istəməyə. Mən də üzrünü qəbul eləmişəm ki, yəni, o da atadır, onun da 2 dənə zəlil uşağı var. Mən o uşaqlara görə onu bağışlamışam. Bugün barışıq olubdur. Mən yəni demişəm ki, bağışlayıram da, sən o uşaqlara görə bağışlayıram. Amma onun nalayiq sözləri, o şəhid üçün deyilən sözləri, yəni əsli şəhidliyinin hansı analığından asılı olmayaraq, hansı şəhidə deyilsə, həmən mən o böyün verdiyim təpkini həmən şəhidin anası da eləyərdi. Yəni ki, o məni təhqir edibdi, oğlumu təhqir edibdi. Yəni şəhid elin şəhididir, o mənim oğlum deyil, o elin oğludur. Yəni mənim oğlumdakı kəşfiyyatçı snayperçi olubdur. Şuşanın daşaltısında 1570 metri çıxıb, o zirvədə 5 meşop belində çıxıb, Əlbəyaxa döyüşündə şəhid olubdur. Yəni Zamanov Vüqar kim onun haqqında danışırsa, kimlə soruşursa, hamısı hər bir ana, bax bugün mənim görüm yanımda olan şəhid anaları, hamısı təsdiq edə bilər ki, mənim oğlum, yəni mən ailəmiz necədir. Vüqar şəhid olub 2020-də, atası 6 ay sonra da atası rəhmətə gedib. Yəni bugünkü yorumlarda deyilir ki, bu evində bunun kişi yoxdur ki, bu qabağı arvadı salıbdır. Yəni ki, mənim yoldaşım rəhmətə gedib. Mən kimi gedib gətirməliydim ki, bu yorumu düzgün desin ki, hə, bu şəhidin atası yoxdur axı. Siz o haqqında deməyiniz biraz artıqlıqdır. Yəni ki, şəhidin atası olsa, əlbəttə ki, mən yerimdə oturasıyam. Yəni mən indiyə qədər heç bir yerə getməmişəm. Heç bir yerdə də məni görən olmayıb ki, deyək ki, yaşlı, Vüqar Zamanovun anası belə elibdir, heyl elibdir də. Yəni, bütün analardan bunu təsdiq edir. Yenə də mən onu bağışlamışam, bugün bağışladım onu. Yəni, barışıq olubdur, xahiş edirəm o saytda yayılan videolar yığışılsın. Bir ana kimi sizdən xahiş edirəm.